İspaniyanın nüfuzlu Aİ Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda liderlik və innovasiya üzrə Aİ mərkəzinin yaradılması üzrə anlaşma memorandumu imzalanıb. Sənədə Elm və Təhsil Naziri Emin Əmrullayev, İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Aİ Universitetinin prezidenti Santiago Iniguez de Onsonio və Paşa Holding MMC-nin baş icraçı direktoru Cəlal Qasımov imza atıb. İnanıram ki, bu təşəbbüs yenə də Azərbaycanlı peşəkarlara öz əlaqələrini təkmilləşdirməyə, böyük və qlobal bir məsələnin parçası olmağa kömək edəcək. Bakıda liderlik və innovasiya üzrə bu cür mərkəzin yaradılması, ali təhsilin daha əlçatan, daha münasib olması və Azərbaycanın ali təhsil ekosisteminin daha da beynəlmiləlləşməsi ilə bağlı həyata keçirilən siyasətə tam uyğundur. Bakıda liderlik və innovasiya üzrə Aİ mərkəzinin yaradılması vacib addımdır. O, Azərbaycanı Avropanın aparıcı akademik və intellektual institutlarından biri olan Aİ Universiteti ilə əlaqələndirir və İspaniya ilə əməkdaşlığımıza yeni təkan verir. Bizim üçün bu layihə daha dərin məna kəsb edir. Söhbət insanlardan, istedadlardan, qlobal miqyasda düşünməyə, yaradıcı fəaliyyət göstərməyə və gələcəyin iqtisadiyyatını qurmağa qadir yeni nəsil liderlərin yetişdirilməsindən gedir. Bugünkü Azərbaycan sabit, dinamik və iddialı bir ölkədir. Biz infrastruktur, nəqliyyat bağlantısı, sənaye zonaları, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlığa investisiya yatırırıq. İspaniyanın Aİ Universiteti innovasiya, sahibkarlıq və bilik sahəsində qlobal universitetlərdən biridir. Bu universitetin 10 illiklər ərzində əldə etdiyi uğurlar nümunədir. O, Azərbaycana dünya səviyyəli akademiya, tədris proqramı və dərslər gətirəcək. Azərbaycan gəncləri bu istiqamətdə bilikləri ölkəmizdə əldə edə biləcək. SOCAR bu təşəbbüsə vacib, iri miqyaslı və əhəmiyyətli layihə kimi yanaşacaq. Bu bizim üçün sadəcə illik hesabatda bir sətr və ya divardakı bir loqo olmayacaq. Bu təşəbbüsə rüblük və ya illik deyil, 10 illiklər prizmasından baxacaq. Çünki bu təşəbbüsün bəhrə və nəticələrini gələcək 10 illiklərdə görəcəyik. Aİ Universiteti olaraq təhsil vasitəsilə ölkələrin transformasiyasında tərəfdaşınız seçildiyimiz üçün səmimi qəlbdən fəxr edirik. Bir sıra ortaq baxışlarımız var və bəlkə də onların ən vacibləri təhsilin cəmiyyətin inkişafının katalizatoru olduğuna inamdır. Təhsil istənilən cəmiyyətdə ən yaxşı bərabərləşdiricidir. Bu gəncləri və müxtəlif nəsillərin nümayəndələri müasirliyin qarşımıza qoyduğu çağırışlara hazırlamağın ən yaxşı yoludur. Siz çox yaxşı investisiya edirsiniz və biz sizin şirkətləriniz və bir çox digər təşkilatların sıralarını dolduracaq kadrları hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Bu yeni təhsil mərkəzinin açılması Azərbaycan iqtisadiyyatını bilik, innovasiya və təhsilin qlobal ekosistemi ilə əlaqələndirmək üçün növbəti imkandır. Əgər biz əhalinin potensialının üzə çıxarılmasına töhfə verə bilsək, onların bacarıq və biliklərinin keyfiyyətini yüksəldə bilsək və ən əsası düşüncə tərzlərini gücləndirə bilsək, iqtisadiyyatın nə qədər daha sağlam və daha firavan ola biləcəyini təsəvvür etmək çətin deyil. Beləliklə, Aİ mərkəzi ölkəmizə dünya təcrübəsi, müasir düşüncə tərzi və praktik liderlik bacarıqları gətirərək İspaniya və Azərbaycan təhsil sistemi arasında ən perspektivli birləşdirici həlqələrdən biri olacaq. Həmçinin strateji iqtisadi dialoq və qəbul edilmiş yol xəritəsi daha dərin əməkdaşlıq üçün praktik zəmin yaradacaq.